Rusiyanın Orenburg vilayətinin Dzержinski rayon məhkəməsi 2 nəfərə ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı barədə hökm elan edib. Lentaz yerli mediaya istinadla bildirir ki, onun məhkəmə qarşısına çıxmasına səbəb olan hadisə fevralın 23-də baş verib. Həmin gün o 44 və 43 yaşlı kişiləri bıçaqlayıb. Zərər çəkən qardaşların sözlərinə görə barda bir kişi ilə aralarında mübahisə yaranıb. Azərbaycanlı müəssisənin foyesindəki dava zamanı qardaşlara qarın nahiyəsindən dəfələrlə bıçaq zərbələri vuraraq hadisə yerindən qaçıb. Cinayət axtarış şöbəsinin əməkdaşları təcavüzkarın kimliyini müəyyənləşdirdikdən sonra onun hərəkət marşrutunu izləyiblər və avtomobil barədə məlumatı Akbulaq rayonundakı həmkarlarını ötürüblər. Həmin rayonda Rosqvardiyanın OMON əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı kişi saxlanılıb və daha sonra Orenburqa gətirilib. Kişi isə istintaqa öz versiyasını danışıb. O bildirib ki, video bağlantı vasitəsilə qohumları ilə danışırmış və ətrafdakı vəziyyəti çəkirmiş. Bu da zərər çəkənlərin xoşuna gəlməyib. Bıçaqlanma hadisəsindən sonra ciddi problemlərinin olacağını anlayan Azərbaycanlı vağzala gedib və taksi sürücüsü ilə 8000 rubl müqabilində onu Qazaxıstan ərazisinə aparması barədə razılaşıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il müddətinə ciddi rejimli müəssisədə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Zərər çəkənlərin mülki iddiaları isə qismən təmin olunub. Hökm hələ qüvvəyə minməyib və ona qarşı apellyasiya şikayəti vermək mümkündür.